Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə yeni baxacağımız mövzu izaha feil mövzusudur. Feil nədir? Ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsi feil adlanır. Hərəkət dedikdə həm aktiv hərəkətlər, həm də passiv hərəkətlər nəzərdə tutulur. Aktiv nədir, passiv nədir bəs? Əgər hərəkət ediriksə, getmək, gəlmək, ondan sonra nə bilim yatmaq, durmaq, bu tipli hərəkət etmək kimi olarsa, onlar olur aktiv hərəkət. Bir də var ki, hərəkət etmədən hərəkət etmək. Necə deyək bu sözü? Məsələn, dinləmək. Kimisə dinləyirsən, hərəkət etmirsən, amma belə deyək də, qulaqlarında artıq o eşitmə qabiliyyətin yaranır. Dinləmək oldu dedik. Xatırlamaq, passiv hərəkət. Bunlar hamısı bu tiplilər, susmaq, xatırlamaq, bunlar artıq bu tipli hərəkətlər passiv hərəkətlər adlanır. Necə hərəkət? Passiv hərəkətlər adlanır. Feillər hansı suallara cavab verirdisə, nə et və nə ol suallarına cavab verirlər. Bəs yaxşı, ondan sonrakı hal necə olur? Əgər verilən feildən hansı şəkilsi varsa, nə etin də arxasına, nə olun da arxasına o şəkilsi artırılmalıdır. Getmək, nə etmək, bax maq var, məsdər şəkilsi var. Nə etmək, burada artıq mək artıracağam. Dinləmək, nə etmək, dinləmək formasında şəkilsini də sualın arxasına artırmaq lazımdır. Sonrasında feilin quruluş növlərindən danışaq. Feilin quruluş növlərindən digər nitq hissələr kimi feilin də quruluşca 3 növü var. Sadə, düzəltmə və mürəkkəb olaraq bölünürlər. Mürəkkəbi saxlayım, hələ sadə ilə düzəltmək deyim. Deməli, sadə nədir? Bir kök və qrammatik şəkilsindən ibarət olanda olur nə? Sadə. Yəni bir kök və ya kök və qrammatik şəkilsindən ibarət olursa sadə olur. Məsələn, buna artıq şəkilçiləri bilməliyik. Oxudu. Oxu sözün kökü oxudu, nə etdi, oxudu. Oxuma, oxuma, yəni inkar şəkilsi. Oxu sözün kökü mamə inkar şəkilsi kimi qrammatik olaraq bölünür. İstisna olaraq demək olar ki, bizim şəkilçilərimizin feillərimiz milli feillərimizdir, milli mənşəlidir. Sadəcə içindən bir neçə feillər var ki, onlar alınmadırlar. Hansılardır? Xatırlamaqdır. Xatırlamaq və sadədirlər bu zaman, bunu da qeyd eləyək. Xatırlamaq, ondan sonra bağışlamaq və tərk etmək ifadələridir ki, bunlar artıq həm sadə feillərdirlər, həm sadədirlər. Ondan da əlavə alınmadırlar. Yəni burada sözün kökü tərcih deyə bir söz yoxdur. Sözün kökü ilə tərcihdir, maq qrammatikdir. Bağışlamaq sözünün kökü, bağış deyə bir söz yoxdur. Bağışla sözün köküdür, maq qrammatikdir. Xatırlama sözündə də eyni, xatır deyə bir söz yoxdur. Xatırla sözün köküdür, maq qrammatikdir. İndi isə bir neçə sadə feillər zərgəsindən danışaq ki, hansı sözlər sadə feil olurlar. Saralmaq, alışmaq, dinləmək, ağlamaq, barışmaq, yırğalamaq, bağışlamaq, qızarmaq, çalışmaq və s. danlamaq. Bu tipli sözlərimiz artıq bunlar hər bir qayda kitabında var. Bunlar hamısı sadə feillər adlandırılırlar. Yaxşı. Bəs düzəltmə feillərdən danışaq indi isə. Düzəltmə feillərimiz həm adlardan, həm feillərdən düzəlirlər. Adlardan düzələnlər la, lar və şəkilçilər vasitəsindən la, lar, aha, la, lar, ar, ondan sonra sa, lan və sair şəkilçilər var ki, bunlar adlardan, yəni isim, sifət, say, əvəzlik və zərfdən feil yaradandırlar. Bu zaman buna fikir verməliyik. Məsələn, iş, nə, işdən, nə, işlə, nə et, işlə yaratdıq. Laşdan, məsələn, bir, saydı, birləşmək, nə etmək, birləşmək formasında olur. Fikir verməliyik nəyə? Feildən düzələnlər sonra var, ıl, bunlar adlardan idi. Il, ın, ış, sonra ar, ıt, dır və sair çoxdur da. Bunlar da feillərdən yaradır. Məsələn, yaz, nə et, yazılmaq. Burada artıq bunu yaratdı. Ondan sonra ına, oxu, oxunmaq. Bu şəkilçiləri artıq məna növlərinə keçəndə daha yaxşı biləcəksiniz. Təbii ki, biz bəzi sözlər var ki, bu laş və lan şəkilçilərindəki bu şəkilçilərimiz həm parçalana bilirlər. Lan iki cür olur, la ayrı, n ayrı.
Bəzən laş da eyni qayda ilə həm la ayrı, ş ayrı formasında ola bilər. Buna diqqət eləməliyik. Məsələn, vidalaşmaq sözünü verə bilər sizə. Vidalaşmaq. Vida sözün kökü, vidalamaq deyə bir ifadə yoxdur. Ona görə laş bir yerdə olacaq, maq qrammatik olacaq. Salamlaşmaq ifadəsində isə salam sözün kökü, salamlamaq, salamlaşmaq, maq da qrammatik formasında olacaq. Sadəcə olaraq bu sözlərə fikir vermək lazımdır. Burada bir də ki, daşlaşmaq ifadəsi var ki, daşlaşmaq ifadəsi hər iki formada da ola bilər. Sadəcə indi yerinə əsasən cümlədə işlənmə yerinə baxmalıyıq. Daşlaşdı. Buradan da bir formasında, məsələn, burada uşaq yazımda, uşaqlar, qoy, açı bir çəkim, göstərə bilim, hə. Uşaqlar, uşaqlar daşlaşdı. Bir də sement daşlaşdı. Sement daşlaşdı. Aha, uşaqlar daşlaşdı ifadəsində daş sözün kökü, uşaqlar daşlamaq var təbii ki. Ş ayrı, daşlaşmaq da qəribə. Sementi daşlamaq deyə bir ifadə yoxdur axı. Sementi daşlamaq deyə bir ifadə olmadığına görə sement daşlaşa bilər. Burada daşlaş bir yerdə, d-da ayrıcı olacaq. Yəni bu mənaya fikir verməlisiniz. Sonra rastlaşmaq ifadəsində var. Rastlaşmaq ifadəsi. Rastlaşmaq. Rast sözün kökü, rastla deyə bir ifadə yoxdur. Rastlaş var, maqda qrammatik. Yəni burada da laş şəkilçisidir, parçalanmır. Buna da diqqət etmək lazımdır, parçalanmayacaq. Sonrasında bəzi feillərdə lan, laş və lan şəkilçiləri parçalana da bilər, parçalanmaya da bilər. Bunu daşlaşmaq üzərindən göstərdik. Sulanmaq ifadəsi, bunu da deyək. Bir var ki, deyirəm ki, ya da buna növləri izah edəcəm. Yağlanmaq ifadəsi var, ayaqlanmaq ifadəsi var ki, bu zaman bunlar həm parçalana bilər, həm parçalana. Yəni iki tərəfli də ola bilər. Hansı sözləri idi bir də təkrarlayaq. Daşlaşmaq ifadəsidir, sulanmaq ifadəsidir, sulanmaq ifadəsidir, yağlanmaq ifadəsidir, ayaqlanmaq ifadəsidir. Burada həm lan parçalana bilər, həm də parçalanmaya bilər. Yerinə görə dəyişir. Diqqət etmək lazımdır. Sonrasında mürəkkəb feillərdən danışaq. Mürəkkəb feillər iki və daha artıq sözün birləşməsindən yaranır. Məsələn, yazıb oxumaq. Məsələn, yazıb oxumaq. Sonra kömək etmək. Burada artıq fikir verməliyik. Kömək etmək ifadəsi mürəkkəb feildir. Bunu məsələn yaza bilmək ifadəsi olacaq nə? Mürəkkəb feildir. Lakin biz bir qayda ilə deyək. Ol, et, ondan sonra olmaq, yəni etmək, eləmək və bu ifadələr var. Yəni olmaq hamısına yazmıram məstəri. Eləmək, ondan sonra qılmaq ifadələrini özündən qabaq hansısa bir ifadə ilə birləşdirərək mürəkkəb feil yaratmaq olar. Məsələn, kömək olmaq, kömək etmək. Bu formada olanda artıq olur mürəkkəb feil. Sadəcə olaraq burada etmək, eləmək, olmaq, bir də bilmək sözləri var ki, o sözlər müstəqillikdə, təhlikdə də ola bilər. Sadəcə olaraq mənasına görə bilmək lazımdır. Eləmək və eləmək, bir də etmək ifadələri. Nəyisə yerinə yetirmək mənasında, yerinə yetirmək. Nəyisə yerinə yetirmək mənasında tək olacaq, tək təhlil olunacaq. Məsələn, burada nəyə yaza bilərik? Mən tapşırığı etmişəm. Məsələn, mən tapşırığı etmişəm. Burada artıq yerinə yetirmişəm mənasında işlənir deyə etmişəm tək bir yerdə feil götürüləcək. Tapşırıq sözündən bir yerdə yox, tək bir yerdə burada artıq feil, sadə feil kimi götürüləcək. Ondan sonra olmaq ifadəsi harada iştirak etmək, var olmaq, yaşamaq mənasında olacaq sadə. Olmaq, yaşamaq, var olmaq yazıram. İştirak etmək, yaşamaq yazaq qoy. Yaşamaq, var olmaq, bir də iştirak etmək. İştirak etmək mənalarında artıq bunlar nə olacaq? Sadə feil formasında olacaq. Məsələn, iclasda oldum.
Yəni iclasda iştirak etdim mənasında. Oldum artıq burada təkcə sadə feil kimi götürüləcək. Bilmək feili də bu qaydada məlumatlı olmaq, xəbər olmaq mənasında işlədilir. Bunu da burada yadda saxlayaq. Keçək indi feilin təsdiq və inkar məsələsinə. Feillər digər nitq hissələrindən fərqli olaraq həm təsdiqdə, həm inkarda işlədilə bilirlər. Bu artıq necədir? Belə deyək sizə. Hmm, Təsdiq və inkarda, yəni icra edildiyini bildirəndə təsdiqdədir, nə isə icra edilə bilmədiyini bildirəndə isə inkarda deyilir. İnkar şəkilçisi ma, ikidir şəkilçisidir və qrammatik şəkilçisidir. Ondan sonra yeganə şəkilçisidir ki, məsdərdən qabaqda işlədilə bilər. Yəni yeganə qrammatik şəkilçisidir ki, bax bunu yadda saxlayın. Yeganə qrammatik şəkilçisidir ki, məsdərdən qabaqda işlənə bilər. Məsələn, yazmamaq kimi. Yaz sözün kökü ma məstər, maqdır, ma inkar, maq da məstər formasında işlədilə bilir. Bunu yadda saxlayın, bilin. Bəzən feillərin inkar forması lazım şəklində olduğu zaman deyil hissəciyi ilə də düzəlir. Yəni inkar deyillə də ola bilər. Məsələn, lazım deyil deyə bilirsən də. Məsələn, bu kitab mənə lazım deyil. Bu formada ola bilər. Sonrasında başqa nə deyək? Keçək indi mən sizə zamanları deyim. Zamanların əsas bir neçə nöqtəsi var. Onları da deyim, ondan sonra məna növlərini izah eləyək. Feilin zamanları. Feili yenə digər nitq hissəsinə fərqləndirən xüsusiyyətdir, onun zamanlarının olması. Feilin 3 zamanı var. Keçmiş zaman, indiki zaman və gələcək zaman. Təbii ki, tərkiblərində parçalanacaqlar. Keçmiş zaman şühudi olaraq və nəqli olaraq iki yerə bölünür. Şühudi və nəqli keçmiş. Şühudi keçmiş zaman yaxın bir zamanda olanı deyir. Yəni yaxın bir zamanda keçib getdiyini deyir. Nəqli keçmiş zaman isə uzaq keçmişi bildirir. Bunu bir yadda saxladıq. Ondan sonra şühudi keçmiş zamanın şəkilçisi nədir? D, dördsür. Bunu asan yolla necə saxlayırsınız? Şühudi sözünün sonu hansısa şəkilçi ilə bitir. Şühudi d ilə bitir, düzdür? D ilə. Deməli şühudinin şəkilçisi də d dördsürdür. Yəni d, d də var da bunların içində. D, d, du, dü formasındadır. Deməli var. Bu üsulla bunu yada saxlaya bilərsiniz. Nəqli keçmiş zaman uzaq keçmişi bildirir və mış dördsür və ı dördsürlə yadda saxlayırıq və keçmiş zaman şəkilçiləri də qrammatik şəkilçilərdir. Deməli, inkar da qrammatikdir, feilin zamanlarının şəkilçiləri də qrammatik şəkilçilərdir. Sonra indiki zaman şəkilçiləri nədir? İndiki zaman şəkilçisi ır, dörd tür şəkilçisidir və indi hal-hazırda olanı göstərir. Məsələn, gəlir. Gəldən sonra gəlir nəyidir? Gəlir. Gördüyünüz kimi indiki zamanı bildirir. Gələcək zaman isə iki yerə bölünəcək. Qəti gələcək zaman, bir də qeyri-qəti gələcək zaman olaraq bölünür. Qeyri-qəti. Qəti gələcək zaman konkret əminəm ki, artıq bu olacaq. Ona əsasən də deyirəm ki, yəni qətidir bu. Qeyri-qəti gələcək zaman ola da bilər, olmaya da bilər formasındadır. Qəti gələcək zamanın şəkilçisi acaq iki cürdür. Qeyri-qəti gələcək zamanın şəkilçisi isə ar iki cürdür. Bir-bir deyək. Məsələn, Əli gələcək. Yəni artıq o qədər əminik ki, gələcək deyirəm. Acaq burada işlədirik. Bir də Əli gələr. Yəni dəqiq bilinmir ki, gələcək, gəlməyəcək. Gələr də özümüz üçün bir fikirlərlə sürürük ki, gələr. Sonra təbii ki, buradakı şəkilçilərimizdən D şəkilçisi olsun, ondan sonra ıb şəkilçisi olsun, acaq şəkilçisi olsun, elə ar şəkilçisi olsun, mış olsun. Bunlar hamısı omonim şəkilçilərdir. Yerinə görə zamanla bərabər başqa mənalar ifadə edə bilirlər. Sadəcə onu bilirik ki, feilə qoşulduğu zaman və gələcək məzmununu ifadə etdiyi zaman gələcək zaman şəkilçisidir. Biz bunu təsriflənməyən feillərdə də bunların içindən bir neçəsini keçəcəyik və o zaman rahatlıqla tapa biləcəyik. Problem yoxdur bu hissələrdə. Keçək indi isə bizim feilin qrammatik məna növləri. Feilin qrammatik məna növləri hansılardır? Feilin qrammatik məna növlərindən birinci məlum növündən başlayıram. Məlum növün heç bir xüsusi göstəricisi yoxdur, şəkilçisi yoxdur. Burada hərəkəti icra edən şəxs məlumdur, kim olduğu bilinir, cümlədə, mübtədasında işlədə bilirəm. Hər şey qaydası öz yerindədir. Yaxşı, şəkilçisi yoxdur demişik. Ona görə də bunu saxlayıram. Mən məhsul növü və qaydası digərlərini danışdıqsa, məlumun üzərinə də gələcəm, özünüz başa düşəcəksiniz. Məhsul növdən danışaq gəlin. Məhsul növ şəkilçisi hansıdır? Il dörd cür və l şəkilçisidir. In
dördsür və n şəkilçisidir. Məhsul növdə işin kim tərəfindən icra olunduğu məlum olmur. Məhsul növü xüsusi şəkilçisini dedik ıl dördsürlü və ın dördsür n şəkilçisidir. Məsələn, yazıldı, məktub yazıldı yazıram. Məktub yazıldı. Yaz sözün kökü ıldı. Şuhudu keçmiş zaman şəkilçisidir. Məktub yazıldı. Şəkilçim var, göstəricim var burada. Göstəricimi tapdım. İndi məzmununa baxıram. Məktub yazıldı. Kim tərəfindən yazıldı? Əgər bilinmirsə, biz o zaman bunu götürürük. Hansı növ? Məchul növ. Başa düşdük bunu. Ondan sonra sonra nə edək? Burada artıq əsas nələri danışmaq lazımdır. Bəzi nöqtələr var ki, onları deyim mən sizə. Ə, nələri deyək? Burada hərəkəti deyirik ki, yəni burada nə olursa olsun, yəni bu cümlələrdə mübtəda ola bilər. Yəni desək ki, məchul növdə mübtəda olmur, xeyr, mübtəda olur. Sadəcə hərəkəti icra edən şəxs naməlum olur. Ona görə biz ona məchul deyirik. Yəni cümlədə mübtəda ola bilər. Bunu yaddan çıxardın. Desək ki, mübtəda yoxdur, yanlış fikirdir. Məchul növdə mübtəda olur. Sonra gəlin indi şəxssiz növ deyək. Şəxssiz növdən sonra da bundan yavaş-yavaş başa düşüləcək. Şəxssiz növdə şəxssiz növ. Şəxssiz növündə şəkilçisi ıl dördsürdür və ın dördsürdür və eyni qayda ilədir. Sadəcə olaraq şəxssiz növdə subyekt, yəni iş görən məlum olmur, bərpa da edə bilmirəm. Və şəxssiz cümlə növ olan feillər olan cümlədə mübtəda qəti surətdə olmur və nə də yerinə qayıdıb bərpa edə bilmirəm. Məchul növlə şəxssiz növü əsas fərqləndirən bax budur. Mübtədası olmur, amma məchulda ola bilər. Məsələn, məktub yazıldı. Nə etdi? Yazıldı. Nə məktub? Mübtədan var gördüyümüz kimi məchul növdə. Amma bunda konkret şəxssiz növdə olanlar var da. Baxıldı. Avtomatik sual verirsən. Nəyə? Nəyə baxıldı? Yəni burada mübtəda yox, yerinə tamamlığı gətirə bilirsən. Mübtədası yoxdursa və ıl, ın və mübtədanı bərpa edə bilmirəmsə, feildə də ıl, ın varsa, deməli həmin feil şəxssiz növdədir. Bu da bu qədər asan. Sonrasında qayıdış növə keçək. İndi isə davam edək qayıdış növlə. Qayıdış növ. Qayıdış növün isə şəkilçisi elə şəxssiz və məchul növdə olduğu kimi ıl və ın dördsürdür. Hər sinallığını olaraq götürülür. Yaxşı, bəs burada nədir? Burada hərəkətin əsas məqsədi öz-özünə olunmasıdır. Kimsə tərəfindən yox, hərəkət ya insanın, ya hansısa cismin, belə deyək də, öz üzərində icrasıdır. Məsələn, yazırıq, hava açıldı. Düzdür? Feilin üzərindən hərəkət edir. At sözün kökü ıl leksik, d qrammatik. Il şəkilçim var, göstəricim var. Burada artıq nə məchula, nə şəxsi götürə bilmərik. Çünki havanı kimsə atmır. Hava öz-özünə açılır və bu zaman olur qayıdış növdə. Havanın açılması artıq olacaq qayıdış növdə. Bununla bərabər başqalarını da deyə bilərik. Məsələn, qız bəzəndi. Qız bəzəndi. Bəzə sözün kökü n leksik, d qrammatik. Düzdür? Bəzəndi, öz-özünə bəzəndi. Başa düşdük? Burada artıq öz-özünə bəzəndi ifadəsində artıra bilirik deyə olur qayıdış növdə. Biz sadəcə olaraq diqqət etməli olduğumuz şeylər nələrdir ki, məlum növlə, bax bu növlər arasında bir qarışıqlıq yaranmasın. Nəyə əsasən? Biraz ekran kiçildim, baxın. Burada məlum növdə nədir əsas məqsəd? Məsələn, deyirəm ki, şagird dilləndi. Hətta biraz aşağı çəkin, belə baxasınız. Hə. Şagird dilləndi. Dillənmək sözünün kökü nədir? Dil. Düzdür? Dillə deyə bir söz yoxdur. Dilləndi qrammatik. Burada artıq göstəricim yoxdur. Lən şəkilçisinin özüdür. Bu da hər hansısa birinin göstəricisi deyil. Avtomatik olaraq söz hansı növdə? Məlum növdə. Və uşaqlar, əsas diqqət etməyimiz olan nədir? Artıq məlum növün əsas yerlərini deyim. Məlum növdə feildə digər növlərini izah etdiyimiz zaman həmin feil feildən yaranmış olmalıdır. Yəni başqa nitq hissəsindən yox, feildən yaranmış feil olmalıdır ki, bu sözü mən rahatlıqla götürüm. Baxın, at, nə et? At. Bax, burada deyirəm. At, nə et? At. Feildir, atmaqdan atılmaq yaranır. Bir də deyirəm ki, qaraldı.
Sözün kökü nədir? Qara, qaral, qaraldı. Yaranmanı tapan necə olurdu? Ən son leksikdən bir pillə qabağa baxırıq. Qara sifətdir. Sifətdən yaranıbsa, bu artıq olacaq yenə məlum növdə. Bax, məlum növ hansısa bir növə artıq uyğunlaşdıra bilmirsənsə, o söz deməli o feil məlum növdədir. Bu tiplə irəliləsək, bir irəliləyiş ola biləcək. Ondan sonra gəlin digər növləri deyim, sonra yenidən davam eləyərəm üzərinə qoymağa. Sonrasında keçək qarşılıq bircəlik növə. Qarşılıq bircəlik növ. Qarşılıqla bircəlik növü demək olar ki, testdə həmişə bir yerdə verirlər. Amma belə fərqlilikləri var ki, qarşılıq bircəlik növdə şəkilçiləri ış, dörtdür və ş şəkilçiləridir. Şlar da var, də artıq qeyd etmədim onları. Məsələ nədir? Qarşılıq növdə hərəkət qarşı-qarşıya olur. Bircəlik növdə isə bir yerdə, bircə formada olur. Məsələn, yazışdıq və ya yazışdım. Fərqi yoxdur. Yazışdıq deyək. Düzdür? Yaz, yazış, yazışdı, yazışdıq olur. Düzdür? O şəkilçim, göstəricim var. Artıq feildən də yaranıb. Aha, burada problem yoxdur. Artıq yazışmaq ifadəsi. Bir insanla bircə yazışmırsan, qarşı-qarşıya yazışırsan deyə. Olur artıq bu qarşılıq növdə. Ondan sonra deyirəm ki, toplaşdıq. Toplaşmaq. Toplaşmaq ifadəsi. Top, topla, toplaş, toplaşmaq. Toplaşmaq ifadəsində də artıq burada göstəricim var və bununla bərabər toplaşmaq ifadəsində bir yerdə, yəni bircə mənada toplaşılır deyə olur bircəlik növdə. Sadəcə olaraq bu sözlərdə bizi çaşdıra biləcək bir şey var ki, bu tipli sözlərdə sadə feillər var ki, yallaş bir yerdə olan feillər ya da sırf kökündə ş olan sözlər var ki, onları sizə qarşılıq və bircəlik kimi çaşdırmaq məqsədli verəcək. Məsələn, yarışmaq ifadəsini qoyacaqlar. Yarışmaq. Burada sözün kökü nədir? Yarışmaq qrammatik. Burada ümumiyyətlə heç şəkilçi yoxdur. Bəs onda bu hansı növdə olacaq? Məlum növdə. Ondan sonra barışmaq ifadəsini gətirib qoya bilərlər sizə. Daha çox çaşdırılanlar, iş olanlar. Sözün kökü barışdır, maq qrammatik. Şəkilçi görmürəm. Hansı növdə olacaq? Məlum növdə. Buna başqa hansını deyə bilərik? Məktublaşmaq ifadəsini verə bilərlər. Məktublaşmaq. Sözün kökü nədir? Məktub. Məktubla deyə bir ifadə yoxdur. Laş bir yerdə gedəcək. Maq qrammatik. Heç bir göstəricim yoxdur. Hansı növdə olacaq? Məlum növdə. Başa düşdük bunları da. Məncə buradan da artıq bir problem qalmadı. Yəni məntiqlə işləsək bunları tapa bilərik. Keçirəm icbar növə. İcbar növdə isə uşaqlar, şəkilçimiz nədir? İcbar növdə. Dır, dörtcür və tığ şəkilçisidir. Burada atalardan bir məsələ var. Tülkü tülkünü buyurur, tülkü də quyruğunu. Yəni, işi mən icra etmirəm. Mən kimisə buyururam. O kimsə onu icra eləyir. Və ya burada artıq iki qat icbar falan da ola bilər. Bu da necə? Buyurduğum insan gedir başqasına tapşırır o işi. Belə qat-qat tapşırılaraq gedirsə, burada olur artıq yəni iki qat icbar, üç qat icbar olaraq dəyişə bilər. Sonrasında, məsələn, yazaq, dır şəkilçisinin istifadəsi. Yazdırmaq. Burada əsas məqsəd nədir? Şəkilçiyi görəndən sonra mənanın, yəni sən eləmirsən, kiməsə elətdirirsənsə icbar götürürsün. Məsələn, buna bir neçə sözlər yazaram. Görəcəksiniz ki, burada artıq o deyil də, yəni icbar növdə deyil. Sözün kökü nədir? Yaz. Yazdır, leksik, yazdırmaq. Mən yazmıram, kiməsə yazdırıram. Olur bu zaman nə? İcbar növdə. Məsələn, oxutdum. Məktubu oxutdum. Özüm oxumuram, kiməsə oxuduram. Oxu sözün kökü, oxut leksik, oxutdu qrammatik, m qrammatik. T göstəricim var, oxutdum. Kiməsə oxutdum kimi göstərirəm və bu zaman olur bu hansı növdə? İcbar növdə. Ondan sonra nələri deyək? Sonrasında. Buradan demək olar ki, artıq bu qədər də söz yoxdur. Məsələn, öldür, sındır, çatdır sözləri. Çatdırmaq ifadəsini sizə qoya bilərlər. Çatdırmaq ifadəsini qoya bilərlər. Çat sözün kökü, çatdır leksik, çatdırmaq. Burada artıq çatdırmaq ifadəsində kiməsə nəsə tapşırmırsan. Ona görə də bu artıq olacaq məlum növdə. Bunu da yaddan çıxartmayaq, zəhmət olmasa. Ümumilikdə
Bizdə hələ ki deyəcəklərimiz bu qədər. Qalanına isə testlərin daxilində baxarıq. Bir dənə sadəcə bir şey deyim, ondan sonra yenə söndürüm. Bəzi sözlər var ki, o sözləri həm qarşılıq növdə, həm məlum növdə, həm məchul növdə, həm qayıdış növdə, həm icbar növdə işlədə bilərik. Məsələn, testdə bu qarşımıza çıxır. Məsələn, topluda olan suallardandır. Döy ifadəsini qoyaq. Məsələn, döymək ifadəsi. Bu feili həm məchul növdə işlədək. Məchul növdə döyülmək formasında. Ondan sonra döymək ifadəsini icbar növdə işlədək. Döydürmək formasında olacaq. Şəkilçisini artırırsınız. Məstərdən qabağa artırırsınız şəkilçiləri. Növlərin şəkilçiləri leksik şəkilçilərdir. Bunu unutmayaq. Yəni feildən feil düzəldən şəkilçilərdir, leksikdirlər. Döydürmək olacaq. Ondan sonra birgəlik növdə, qarşılıq növdə döyüşmək olacaq. Bir də mən bunu hətta qayıdış növdə də işlədim. Döyünmək olacaq. Yadımsa qayıdış yazıram. Döyünmək. Öz-özünə döyülür də, ürək öz-özünə döyünmək formasında. Hər dörd növ, burada dörd növdə də işlədə bildim. Yəni, bəzi sözlər var ki, o sözləri növlərə görə şəkilçiləri artırdığımız zaman işlədə bilirik. Testlərdə də buna diqqət etməyimiz lazımdır. Ümumilikdə bu qədər. Sağ olun.